mütəmadi olaraq insanlarda bu ifadəni biz eşidirik ki, ürəyim sıxılır, canım sıxılır, bilmirəm neyniyim, məsələn. Bilmirəm acam, susuzam, yoxsa heç nə ürəyim istəmir. Bu adətən təbii ki, fəlsəfi cavab versək, mənəvi kasıblığın və yaxud da cəhalətin və s. məsuliyyətsizliyin bir adətən nümunəsi kimi görülüb, götürülüb. Bəs bunun beyinlə bir əlaqəsi varmı? Əlbəttə ki, hər şeyin beyinlə əlaqəsi var. Bizim hər bir davranışımız, hər bir düşüncəmiz, hər bir fikirlərimiz sırf beyində baş verən proseslərdir. Hətta mən sizə bir söz deyərdim, biz beynimizdən ibarətik. Digər bütün orqanlar sırf beyinə xidmət eləməkdən ötürü yaranıbdır. Beyin bədən kütləsinin cəmi 2%-ni təşkil edir. Ürəyin vurduğu qanın 20%-i sırf beyindən ötürüdür. Qalan 1/5 digər orqanlarımızdan ötürüdür. 20% beyindən ötürüdür.